Məktəbdə, Deyin. demək ki, o məktəbdə o uşağa düzgün qiymət müxtəlif verilməyib. istiqamətlər üzrə valideynlərlə görüşür, uşağın qiymətinin yüksəlməsinə maraqlıdır. Bax, məsələ budur. Yəni, məktəb direktorlarının, Elçin müəllim, mən bunu demək istəyirəm efirdə. Məktəb direktorlarımızın bugün, bəlkə də indi faiz olaraq səhv deyə bilərəm, yarıya yaxını məktəbə biznes kimi baxır. Yəni, mən məktəbdən hər hansı bir şagirdin, bugün o yuxarı sinif şagirdlərinin bir neçəsini bəzi məktəb direktorları var ki, müəyyən məvacib qarşılığında sərbəst buraxır, get hazırlığa məktəbə gəlmə. Yəni, bu hallar var. Bəli, doğru düzgün işləyən, dürüst işləyən məktəb direktorlarımız da var o öz yerində. Amma çox təəssüflər olsun ki, bu istiqamətdə məktəbə qədər və ümumi təhsil üzrə dövlət agentlikləri orta ümumi təhsil məktəblərinə mütəmadi reydlər həyata keçirməlidir. Yəni, bu istiqamətdə mən düşünürəm ki, hal-hazırda yoxlama prosesi arzu olunan deyil. Və ona görə də bu problemin kökündə, baxın, o qiymət məsələsində Dövlət İmtahan Mərkəzinin rəhbəri Məlikə xanım Abbasada da bunu öz çıxışında ifadə elədi. Balanssızlıq var. Uşaq məktəbdə, bəli, xanım düzgün qeyd eləyir. Əgər uşaq qəbul imtahanında 200 balı keçə bilmirsə, bu uşaq 5 ilə orta məktəbi bitirirsə, hətta bəziləri xaricə gedən uşaqların bilir ki, artıq valideyn mənim uşağım aşağı bal toplayacaq, xaricə getsin deyə atestat qiymətləri yüksək olmalıdır. Direktordan danışır, razılaşır, qiymətlərini artırır. Bəli. Yəni bunun bu fakt artıq. Bəli, bu reallıqdır. Ona görə də bu istiqamətdə mən düşünürəm ki, agentlik müvafiq tədbirlər görməlidir. Yəni mən onu demək istəyirəm ki, sözümün mənası